12 aprel 9-cu siniflər üçün keçirilmiş buraxılış imtahanı, rəsmi buraxılış imtahanının izahına baxaq dostlar. Deməli, 5-ci suala baxırıq. Deyir ki, the library will stop its work on Friday for a meeting with the famous writer. Deyir ki, kitabxana 5-ci gün 5-ci gün işləməyi dayandıracaq məşhur yazıçı ilə görüşdən sonra. Please return your books by the end of sözdə. Zəhmət olmasa kitablarınızı 4-cü günün sonuna kimi qaytarın. The library will start its work on Monday in the morning. Kitabxana birinci gün səhər işə başlayacaq. Başa düşdüyünüz üçün təşəkkür edirik. Buradakı cavabımız uşaqlar C variantıdır. The library will not work for a few days. Kitabxana bir neçə gün işlənməyəcək. Çünki deyir ki, 4-cü günün sonuna kimi kitabları bağlanacaq. 4-cü günün sonu. 1-ci gün səhəri açılacaq. 4-cü gün və 1-ci gün arasında bir neçə gün var uşaqlar. A variantında deyir ki, the last day for returning books is Monday. Deyir ki, kitabları qaytarmaq üçün sonuncu gün 1-ci gündür. Xeyr, 1-ci gün deyil uşaqlar. Nə vaxtdır? 4-cü gündür. B-də isə deyir ki, oxucular mitingdə iştirak etmək üçün oxucular görüşdə iştirak etmək üçün dəvət olunurlar. Xeyr, bu bir dəvət məktubu deyildi. C doğru cavabdır. D-də isə deyir ki, kitabxana 1-ci günün sonuna kimi bağlı qalacaq. Xeyr uşaqlar, 1-ci günün səhəri açılacaq. E-də isə deyir ki, kitabları həftə sonu alacaq. Həftə sonu alacaq. Xeyr, həftə sonu almayacaq. 4-cü gün sonuna kimi alacaq. 6-ya baxırıq. 6-da isə deyir ki, birinci uşaqlar, burada Elizabeth Brown'un Mr. Ridgwell-ə məktub yazır da, yəni bilirsiniz. Bu məktubu yazan Elizabeth Brown'dur. Ona görə elə variantlardan Mr. Ridgwell olan B və C variantını çıxırıq. Sizə belə bir hiylə öyrədim. Thank you for your kind invitation to dinner on Thursday. Deyir ki, 4-cü günkü nahara dəvətiniz üçün təşəkkür edirəm. January the 9th, yanvarın 9-u. Unfortunately, şanssızlıqdan Jack is away on business in Edinburgh. Jack biznesə görə Edinburghdaydı. He will not return until Saturday. 6-cı günə kimi qayıda bilməyəcəkdi. So we are not able to accept your invitation. Beləliklə biz sizin biz sizin dəvəti qəbul edə bilməzdik. Mən əminəm ki, o da mənimki kimi sizin bu təklifinizi qəbul etmədiyi üçün üzgündür, narahatdır. Burada cavabımız E variantıdır. Elizabeth Brown apologize for not being able to accept the invitation. Elizabeth Brown dəvəti qəbul etmədiyinə görə üzr istəyir. 7-yə baxaq. Deyir ki, burada Oscar Jane-ə yazır. Deməli, deyir ki, mən ümid edirəm ki, sən yaxşısan. Keçən həftə sonu biz ailəmlə müzəyə getdik. Hava günəşli idi. Və biz parka getdik. Oradan parka getdik və piknik elədik. Oyunlar oynadıq. Çoxlu şəkillər çəkdirdik. Axşam biz evimizin yanındakı balaca kafedə pizza yedik. Bəs sən nəsə bir əyləncəli bir şey elədin bu həftə sonu. Cavabda isə A variantıdır uşaqlar. Oscar describes Jane how to spend his weekend. Oscar Jane-ə öz həftə sonunu necə keçirdiyini anlatır. 8-ci sualın izahına baxaq. Ümid edirəm mətni oxumusunuz. Deyir ki, tükü yaratıq haqqında xəbərlərin sayı artdıqca Bigfoot ovçuları neynədir uşaqlar? Mətndə də deyildiyi kimi decided to look for it. Onu axtarmağa qoyuldu. Deməli, mətndə necə deyirdi? Mətndə də deyir ki, soon people thought North Africa began to report that they are also saw Bigfoot. So groups of people known as Bigfoot hunters try to find this creature. Try to find axtarmaq, look for da axtarmaqdır uşaqlar. Ona görə burada cavabımız D variantı olacaq. 9-cu da deyil mətndə haqqındadır. A strange
creature in North America. Deyir ki, Şimal Amerikadakı qəribə yaratıq haqqındadır. Bəli, 9 C-dir. 10-cu suala baxırıq. 10-cu sualda cavabımız C-dir. Səhv fikri soruşur. Discussion about the hairy creature have ended. Tüklü yaratıq haqqındakı fikirlər, müzakirələr bitmişdir. Xeyr, mətnin axırıncı cümləsində deyir ki, there are still some discussion on whether this creature is real or not. It seems that this discussion will continue for a long time. Deyir ki, bunun gerçək olub olması bilinməməyinə baxmayaraq, hələ də müzakirə davam edir. Bunun hətta uzun müddət davam edəcəyi də gözlənilir. Ona görə burada cavabımız C variantıdır. 11-ci suala baxaq. Deyir ki, how did the two men in North America try to prove that they saw Bigfoot? Deyir ki, Bigfoot'u gördüklərini iki Şimali Amerikalı necə kanıtladılar ki, onlar bunu görüblər. Burada isə deyir ki, they filmed Bigfoot near the area called Bluff Creek. Bluff Creek ərazisinin yaxınlığında onu videoya çəkdilər. Yəni deməli burada cavab nə olacaq? D variantı olacaq. Onlar onu videoya aldılar. They filmed a hairy creature on video. 12-ci suala baxaq. 12-ci sualda məcəlləsə problem var uşaqlar. Niyə? Deyir ki, people from South America claim that they saw Bigfoot. Amma mətndə nə deyir uşaqlar? People in North America have reported seeing a strange monkey. Yəni burada South deyir, amma burada North deyir. Ona görə birinci fikir yanlışdır. İkinci də deyir ki, scientists don't think that Bigfoot is a real creature. Mətndə də deyir ki, scientists claim that Bigfoot is not real. Alimlər deyir ki, Bigfoot gerçək deyildir. 2 doğrudur. Amma baxaq. Bigfoot has brown hair and it walks on 4 legs. Mətndə də deyir ki, it's believed that Bigfoot is very tall and enormous. It has brown hair and walks on 2 legs like a human. Deyir ki, Bigfoot uzun və nəhəngdir. Onun qəhvəyi saçları var. O 2 ayaq üzərində yeriyir, insan kimi. Amma üçüncüdə deyir ki, Bigfoot'un qəhvəyi saçları var və o 4 ayaq üzərində yeriyir. Amma xeyr, uşaqlar, o 4 ayaq üzərində yerimirdi, 2 ayaq üzərində yeriyirdi. Dördüncüdə deyir ki, Bigfoot is believed to be a huge creature which looks like a monkey. Bigfoot nəhəng yaratıq olduğuna inanılır və hansı ki meymuna oxşuyur. Amma isə burada nə deyir uşaqlar? Burada like human deyilir. Ona görə mən burada 2-dən başqa bir doğru fikir görmədim. Əgər gözümdən bir qaçan məqam varsa, xahiş edirəm bildirərdiniz. 13-cü sualda isə deyir ki, Little Sugar, az qənd. Little bilirik ki, sayılmayan isimlərlə işlənir və sayılmayan isimlərin də xəbəri təkdə olar. Ona görə is və was 1 və 3 doğru variantdır uşaqlar burada. 13-cü sualın izahına baxaq uşaqlar. 13-cü sual conditionallar mövzusuna aiddir. Bilirik ki, birinci conditionalda, daha doğrusu zero conditionalda indiki zamandan indiki zaman, birinci conditionalda isə indiki zamandan da gələcək zaman uzlaşır. Ona görə də buradakı cavabımız 1 və 4 olacaq. D variantı olacaq. Deməli, if you call within the office for office hours, someone will answer the phone. Deyirsən, bir insanı ofis saatlarında yığsan, kimsə sənin telefonuna cavab verəcək. İkisində də məna eyni olur uşaqlar. 1 və 4 olur cavabımız. 2 ona görə olmur ki, yudan sonra nə gəlir uşaqlar? Will gəlir. 3-də isə ümumiyyətlə doğru deyil. Cavabımız olub 1, 4, D variantı. 15-ci suala baxaq. 15-ci sualda isə deyir ki, which words mean a plant? Hansı sözlər bitki mənasına gəlir? Tree, ağac, flow və göl. Ona görə burada 2 və 4 C variantı doğru variantdır. Ondan sonra isə burada baxırıq. May to ilə işlənməz modal feillərdən, can't da to ilə işlənməz, must da to ilə işlənməz. Have-in də doğru cavab olması üçün yanında to olmalıdır. Ona görə burada nə olmalı cavab uşaqlar? A variantı olmalıdır. 17-ci suala baxaq. 17-ci sualda Jane didn't invite deməli bu cümləmiz nədədir uşaqlar? İnkardadır. Biz bilirik ki, some
təsdiqdə, any isə inkarda işlənir. Ona görə birinci buradan C variantını çıxırıq. İkincidə isə bilirik ki, nobody, no one hər ikisi inkar bildirir. Zaten cümləmizdə də bir dənə inkar var. Ona görə D və E variantında çıxırıq. İndi isə mənliyə baxırıq. Jane didn't invite from school her birthday party. Məktəbdən eyni sinif cansızlar üçündür bilirsiniz də. Nəsə, anybody isə kimsə. Məktəbdən çağırırsa, yəqin ki, kimisə çağırmayıb. Deməli, burada cavab nə olacaq? B variantı anybody olacaq. 18-ci suala baxırıq. Bizdən negativ, inkar mənalı olanları istəyir. Cavab burada A variantıdır. Rude, çobud, impolite isə tərbiyəsiz mənasıdır. Honest, vicdanlı, calm, sakit, tasty, dadlı, delicious, dadlı, beneficial, faydalı, helpful, köməkcil, kömək edən, perfect, mükəmməl, ideal. 19-cu suala baxaq. 19-cu sözdə bizdən yaxın mənalar istəyir. Destroy, dağıtmaq, encourage, cəsarətləndirmək, ruin, dağıtmaq, scroll, sürüşdürmək, spoil isə dağıtmaqdır. Burada cavabımız 1, 3, 5 E variantı olacaq. 20-ci suala baxırıq. The room was decorated with toys. Deyir ki, otaq oyuncaqlarla dekorasiya edilib. Nə ilə? Oyuncaqlar ilə. Ona görə burada cavabımız C olacaq. Baxırıq 21-ci suala. Deyir ki, Mary saw, car, uşaqlar, sayılan tək isimdir. Ona görə əvvəlində mütləq article olmalıdır. A və B variantı getdi. Yellow'da Y samitlə başlayır deyə nə qoyacağıq əvvəlinə? Article qoyacağıq. Mary saw a yellow car in the park. Parkda, ona görə burada isə cavab olacaq D, park, E variantı. Yəni, indi isə 22-ci sualın izahına baxaq uşaqlar. 22-ci sualda yenə tərcümədir. Attack, cəlb etmək, improve, inkişaf etdirmək, concentrate isə konsentrasiya olmaq. A'ya baxırıq. To give all your attention to something and not think about anything else. Fikrini bir yerə yönətmək və onun xaricində heç nə düşünməmək. 3A. Be start fighting or hurting somebody or something. Kimisə döyüşmək, kimisə incitmək. Bu attack, hücum etmək variantıdır. 1B. 2-yə də C qalır. Improve, inkişaf etmək, nəyisə əvvəlkisindən daha yaxşı etmək. Deməli, uşaqlar 1B, 2C, 3A olmalıdır. 1B, 2C, 3A. Cavab E variantıdır. 23-cü suala baxaq. Deyir ki, books do you usually read? Books isimlisə, burada biz nəyə qoya bilərik? Görək baxaq. What is Mr. Wilson's feedback? Mr. Wilson's feedbackdir. Necə idi? And what books do you usually read? Sən hansı kitabları gündə oxuyursan? Burada isə cavabımız olmalıdır uşaqlar. B variantıdır. Sonra isə gəlin növbəti suala baxaq. Passive voice-dur. Sally made monthly payments to the bank. Deməli, nə edəcəyik? Passive voice seçməliyik. Deməli, monthly payments were made, keçmiş zamandadırsa, cümləmiz Sally ilə başlaya bilməz. Birincini çıxırıq variantlardan. Sonra isə monthly payments ilə başlamalıdır cümləmiz. 2, 4 baxaq. Monthly payments were made to the bank, yoxsa to Sally mi? Aha, deməli 2 ilə 4 arasında qalmışdıq. Məna fərqi var bunların arasında. İkinci doğrudur. Deyir ki, aylıq ödəniş banka edildi. Birinci cümlədə deyir ki, Sally made monthly payments to the bank. Sally aylıq ödənişini banka etdi. İkinci cümlə doğrudur. Uşaqlar, 1 zaten yanlış idi, düzdürmü? Çünki Sally ilə başlamışdı. 2 də mütləq doğrudur. Ya 3 ya da 4 olmalıdır. 4-də isə deyir ki, aylıq ödəniş Sally'yə edildi. Uşaqlar, aylıq ödəniş Sally'yə yox, banka edildiyinə görə 4 də səhvdir. Ona görə cavabımız olur 3, 2, 3 B variantı. İndi isə gəlin 25-ci suala baxaq. 25-ci sualda isə deyir ki, I was late, mən gecikmişdim. I took the wrong bus. Səhv avtobusu götürmüşdüm. Mən gecikmişdim çünki səhv avtobusu götürmüşdüm. Burada çünki sözünə qarşılıq as, because olmalıdır. İkisi də çünki deməkdir. If, əgər deməkdir. Dəsin də yəni bir
konkret deyə biləcəyim bir mənası yoxdur. Dəttə hansı ki mənasıdır? Burada uymur uşaqlar. Cavab olur burada 1, 4.